Videolarımda göstərirəm ki, şitlər yığanda zub relesi, gərginlik relesi quraşdırıram. Bəzən mənə zəng edib deyirlər ki, elektrik bizim şitdə gərginlik relesi qoyub və həmin rele tez-tez sönür və biz işıqsız qalırıq. Nə etmək lazımdır? Hörmətli elektrik ustaları, rele quraşdırmazdan əvvəl ilk növbədə evə və ya mənzilə gələn gərginliyin normal olduğuna əmin olun. Yalnız bu halda rele qoymaq mümkündür. Əgər sizə gələn gərginlik aşağıdırsa, əvvəlcə gərginlik tənzimləyici stabilizator quraşdırmaq lazımdır və gərginliyi 220-230 volt səviyyəsinə qaldırmaq lazımdır və yalnız bundan sonra artıq gərginlik relesi quraşdırın. İndi isə sizə onu necə tənzimləmək lazım olduğunu göstərəcəm. Gərginliyi veririk, relé saymağa başlayır. Əgər hər şey qaydasındadırsa, işığı yandırır və yaşıl indikator işə düşür. Bu relé çox funksiyonaldır. O həm şəbəkədəki gərginliyə nəzarət edə bilir, həm də cəryan və güc üzrə məhdudiyyət qoya bilir. Bizə lazım olan gərginlik dəyəri plus və minus düymələri ilə tənzimləyirik. Dəyəri seçdikdən sonra releni onu yadda saxlamasını gözləyirik. Amma 170-dən aşağı və 270-dən yuxarı volt olmamaq şərti ilə. Bundan əlavə biz cəryan amper üzrə deyil, güc kilovat üzrə də məhdudiyyət də qoya bilirik. Rep parametri. Bu parametr ardıcıl xəttdən artıq yüklənmə və ya gərginlik artımı hallarının maksimum sayını göstərir.